Gəlin baxaq suallara. İlk öncə mən sizlə cümlənin qrammatik əsası mövzusunda olan bəzi sualların izahına baxmaq istəyirəm. Çünki şagirdlər bu mövzuda bir qədər çətinlik çəkirlər. İnşallah ki, izahlarımız sizin üçün faydalı olar. Gəlin baxaq, birinci sualda bizdən nə soruşur? Cümlə üzvləri ilə bağlı fikirlərdən biri yanlışdır. Bizdən demək yanlış fikri soruşur. Biz bilirik ki, cümlənin 5 üzvü var. Mübtəda, xəbər, təyin, tamamlıq və zərflik. Baxaq indi bizdən nələr soruşur. A variantında deyir ki, cümlənin yaranmasında və bitmiş fikir ifadə etməsində əsas rolu baş üzvlər oynayır. Bu fikir doğru fikirdir. Çünki biz bilirik ki, cümlə bitmiş bir fikri ifadə eləyir və cümlənin baş üzvləri əsasda xəbər olmasa, cümlədə bitmiş fikir ifadə oluna bilməz. Ona görə A variantındakı fikir doğru fikirdir. Bizdən isə yanlış istəyir. Cümlənin qrammatik əsasını mübtəda və tamamlıq təşkil edir. Bu fikir yanlış fikirdir. Çünki cümlənin qrammatik əsasını mübtəda və tamamlıq yox, mübtəda və xəbər təşkil edir. Burada tamamlıq dediyinə görə biz bu variantı götürürük ki, yanlışdır. Tapşırığımızın doğru cavabıdır. Digər variantlara da baxaq. İkinci dərəcəli üzvlərin sayı 3-dür deyir. Bəli, ikinci dərəcəli üzvlərin sayı 3-dür. Hansılardır? Tamamlıq, təyin və zərflik. D variantında isə deyir ki, cümlə üzvləri söz və söz birləşmələri ilə ifadə olunur. Bu fikir də doğrudur. E variantında isə deyir ki, cümlə üzvləri 2 qrupa bölünür. Bəli, bu fikir də doğrudur. Cümlə üzvləri 2 yerə bölünür. Baş üzvlər, ikinci dərəcəli üzvlər. Aha, ikinci suala baxaq. Cümlənin ən müstəqil üzvü deyir hansıdır? Uşaqlar, cümlənin dedik ki, baş üzvləri var ki, ikinci dərəcəli üzvləri var. Baş üzvləri bildik ki, mübtəda və xəbərdir. Bəs ən müstəqil üzvü desə bizdən soruşsa, bu mübtədadır. Çünki mübtəda cümlənin ən sərbəst üzvüdür. Xəbər mübtədaya görə müəyyən olunur. Xəbərdəki şəxs sonluğu mübtədaya görə müəyyən olunur. Məsələn, mən gedirəm. Mən mübtədədir, gedirəm xəbərdir. Burada mübtəda birinci şəxsin təki ilə ifadə olunduğuna görə xəbərdə birinci şəxsin təkinin şəxs sonluğu əm istifadə olunubdur. Mübtəda ikinci şəxsin təki olsaydı, məsələn sən olsaydı, xəbərdə gedirsən olardı. Ona görə deyirik ki, cümlənin ən müstəqil üzvü hansıdır? Mübtəda. Və bunu da qeyd edək. Aha, üçüncü suala baxaq. Verilmiş nümunələrdən biri yalnız qrammatik əsasdan ibarətdir. Yəni ki, mübtəda və xəbərdən ibarət olsun. Cümlədə ikinci dərəcəli üzvlər iştirak etməsin. E variantında deyir ki, Kərəm lal dinməz dayandı. Nə etdi? Dayandı, xəbərdir. Kim dayandı? Kərəm mübtədədir. Necə dayandı? Lal dinməz. Bu isə zərflikdir. Deməli, cümlədə zərflik varsa biz bu variantı götürə bilmərik. Nəhayət məktubu elçi ilə göndərdi. Nə etdi? Göndərdi, xəbərdir. Nəyi göndərdi? Məktubu. Artıq burada da tamamlıq var. Biz bu variantı da götürə bilmərik. C-də deyir ki, onun səltənəti düz 300 il yaşadı. Nə etdi? Yaşadı. Xəbərdir. Nə yaşadı? Onun səltənəti mübtədədir. Nə qədər yaşadı? 300 il. Burada da zərflikdən istifadə olunub. Bunu da götürə bilmərik. Birdən xəbər gəldi ki, uzaqdan onlar görünür. Nə edir? Görünür. Kim görünür? Onlar mübtədədir. Hardan görünür? Uzaqdan. Bu da zərflikdir. Bu cümləmizdə də zərflik var, ikinci dərəcəli üzvlər var. Hətta bu cümləmiz mürəkkəb cümlədir. Ona görə bunu da götürmürük. A variantına baxaq. Çin tarixinin ən acı, ən ağır məğlubiyyəti bu idi. Nə idi? Bu idi. Xəbərdir, ismi xəbərdir. Nə bu idi? Çin tarixinin ən acı, ən ağır məğlubiyyəti. Elə əvvəldən sona kimi bunu mübtədə götürürük. Deməli, söz birləşməsi ilə ifadə olunmuş mürəkkəb mübtədədir. Və tapşırığımızın doğru cavab variantı da A variantıdır. Mübtədədən və xəbərdən, yalnız qrammatik əsaslardan ibarət olmuşdur. 4-ə baxaq. Deməli, 4-cü sualda deyir ki, nöqtələrin yerinə uyğun sözlər artırın və hansı cümlə üzvü olduğunu, ardıcıllığını müəyyən edin. Ayaq tutar, yeriməz.
Nə ayaq tutar yeriməz? Uşaqlar, belə bir məsəl var. Aha, variantlara baxaq. Yalan ayaq tutar yeriməz. Bala baldan nədir? Bala baldan şirindir. Aha, deməli ikinci yerə şirindir yazmalıyıq. Birinci yerə yalan yazmalıyıq. Üçüncü hissəyə baxaq. Hesab bayıra çıxmaz. Hansı hesab bayıra çıxmaz uşaqlar? Sizcə evdəki hesab mı bayıra çıxmaz, yoxsa çöldəki hesab mı bayıra çıxmaz? Əlbəttə ki, evdəki hesab. Burada da evdəki sözünü artırırıq. Evdəki hesab bayıra çıxmaz. Deməli, birinci sözümüz oldu yalan, ikinci sözümüz oldu şirindir, üçü də isə evdəki. Aha, və bizdən soruşur ki, hansı cümlə üzvü olduğunu ardıcıllıqla müəyyən edin. Yalan ayaq tutar yeriməz. Nə ayaq tutar yeriməz? Yalan. Bir də mübtədədir. Bala baldan şirindir. Necədir? Şirindir. Xəbərdir. Deyir ki, evdəki hesab bayıra çıxmaz. Hansı hesab bayıra çıxmaz? Evdəki hesab bayıra çıxmaz. Bu isə hansı sualına cavab verdiyinə görə təyindir və tapşırığımızın doğru cavab variantı olur D bəndi. Yalan, şirindir evdəki, mübtədə, xəbər, təyin. İndi isə baxırıq 5-ci suala. Birində bütün cümlə üzvləri isimlə ifadə olunub soruşur. Baxaq ki, hansı variantda bütün cümlə üzvləri isimlə ifadə olunmuşdur. Həyətdəki alma ağacları çiçəklənmişdi. A variantında elə cümlənin ilk sözü həyətdəki sözünə sual veririk. Hansı? Biz bilirik ki, dakidəki sifət düzəldən şəkilçidir. Buna görə də həyətdəki sözü cümlə üzvü olaraq təyindir və sifətlə ifadə olunubdur. Ona görə A variantını götürə bilmərik. Susmaq ən yaxşı cavabdır. Nədir? Cavabdır. Nə? Susmaq. Susmaq cümləmizin mübtədəsidir və məstərlə ifadə olunubdur uşaqlar. Ona görə B variantını da biz götürə bilmərik. Sonra deyir ki, üzr istəyirəm. Çayın səsi gür idi. Necə idi? Gür idi. Cümləmizin xəbəri gür sözündən ifadə olunubdur. Gür isə nitq hissəsi olaraq sifətdir. Quş qanadla uçar, insan diləklə. Burada nə edər? Uçar. Cümləmizin xəbəri feillə ifadə olunubdur. Kitab bilik mənbəyidir. Aha. Nədir? Bilik mənbəyidir. Cümləmizin xəbəridir. Nə? Kitab. Bu isə mübtədəmizdir. Mübtədə isimlə ifadə olunubdur. Xəbər də yenə ismi birləşməklə ifadə olunubdur. Bilik sözü də isimdir, mənbək sözü də isimdir. Yəni cümləmizin üzvlərinin hamısı isimlə ifadə olunmuşdur. Tapşırığımızın doğru cavabı E variantı olacaq. 6-cı suala baxaq. Mübtədə xəbər sxeminə uyğun gələn cümlə üzvü hansıdır? Doğrunu danışan məğlub olmaz. Uşaqlar, burada məğlub olmaz bütövlükdə cümləmizin xəbəridir. Nə etməz? Məğlub olmaz. Biz buna deyirik mürəkkəb tərkibi feillər. Olmaz sözünü məğlub sözündən ayıra bilmərik. İkisi birlikdə mürəkkəb feil sayılır. Doğrunu danışan. Burada isə mübtədəmiz də söz birləşməsindən ifadə olunubdur. Doğrunu danışan kim? Feil sifət tərkibidir bu və bütövlükdə cümlə mübtədəsidir. Elə sualımızın doğru cavab variantı A variantıdır. Digər variantlara da baxaq. Sizi çağıracaqlar. Nə edəcəklər? Çağıracaqlar xəbərdir. Kimi? Sizi. Sizi cümləmizin tamamlığıdır. Deməli, sxemə uyğun gəlmir. Sənə inanıram. Nə edirəm? İnanıram xəbərdir. Kimə? Sənə. Sənə tamamlıqdır. Bu da uyğun gəlmir. Uşağa yol verin. Nə edin? Yol verin. Xəbərdir. Kimə? Uşağa. Bu isə tamamlıqdır. Yenə uyğun gəlmir. Xəbəri eşitdik. Eşitdik, nə etdik? Xəbərdir. Nəyi eşitdik? Xəbəri. Bu isə cümləmizin tamamlığıdır. Bu da bizə verilən sxemə uyğun gəlmir. Doğru cavab variantı A variantıdır. 7-ci sualda deyir ki, cümlənin qrammatik əsasını təşkil edən üzvlərin ikisinin də işləndiyi nümunəni seçin. Yəni cümlənin qrammatik əsasının ikisi də hansıdır? Mübtədə və xəbər. Gəlin baxaq.
Bir damcı suya həsrət qalmışdılar. Nə etmişdilər? Həsrət qalmışdılar. Bu cümləmizin xəbəridir. Kim həsrət qalmışdı? Burada kimin həsrət qaldığı bilinmir. Yəni cümlə mübtədəsi verilməyibdir. Bu bizim doğru cavab variantımız ola bilməz. Məhz bu mətnlər daş kitabələrin sirrinin açılmasında mühüm rol oynadı. Nə etdi? Rol oynadı. Nə? Mətnlər. Aha, burada deməli həm cümləmizin xəbəri var, həm də mübtədəsi rol oynadı xəbərdir. Nə rol oynadı? Mətnlər. Həm mübtədə var, həm xəbər var. Bu bizim doğru variantımız olacaq. C variantına baxaq. Nazim axşam evə gələndə hamının qanı qaralmışdı. Nə etmişdi? Hamının qanı qaralmışdı. Bütövlükdə cümləmizin xəbəridir. Cümləmizin mübtədəsi yoxdur. Burada Nazim sözünü görüb aldanmayın uşaqlar. Nazim burada mübtədə sayılmır. Nazim evə gələndə nə zaman sualına cavab verir bu? Cümləmizin zaman zərfli idi. Deməli C variantı da doğru cavab ola bilməz. D variantı deyir ki, mən gələndə hazır olun. Nə edin? Hazır olun. Cümləmizin xəbəridir. Kim hazır olsun? Yəni siz hazır olun. Cümləmizin mübtədəsi yenə verilməyibdir. E variantında deyir ki, bu söhbəti xatırladıqca utanırdı. Nə edirdi? Utanırdı. Kim utanırdı? Kimsə də o. Yəni qeyri-müəyyən mübtədə var, o da bilinmir kim olduğu. Ona görə E variantını götürə bilmərik. Elə doğru cavab variantı olacaq B variantı. 8-ə deyir ki, baş üzvləri feillə ifadə olunmuş cümləni seçin. Yəni cümlənin baş üzvləri həm mübtədəsi, həm də xəbəri feillə ifadə olunsun. Həyatda şərəflə yaşamaq hər adama nəsib olmur. Nə hər adam nə edir? Bax, nəsib olmur. Cümləmizin xəbəridir. Nə etmir? Nəsib olmur. Nəsib olmaq özü bir feildir. Mürəkkəb tərkibi feildir. Aha. Nə hər adama nəsib olmur? Həyatda şərəflə yaşamaq. Cümləmizin mübtədəsi də məsdər tərkibindən ifadə olunmuşdur. Bəli. Bu tapşırığımızın doğru cavab variantı olacaqdır. Digər variantlara baxaq. Görünür, başa düşməyib. Ay oğlum. Burada ay oğlum xitabdır. Görünür də ara sözdür. Cümləmiz başa düşməyibdən ibarətdir. Bu isə yalnız xəbər götürürük bunu. Cümlədə mübtədə verilməyibdir. C variantda deyir ki, idman etmək sağlamlıq üçün vacibdir. Nədir? Vacibdir. Burada xəbərimiz feillə ifadə olunmayıbdır. Ona görə C variantını da götürmürük. Olsun ki, onun işi çox olub. Nə edib? Çox olub. Burada da çox olmaq xəbərdir. Amma feillə ifadə olunubdur. Amma onun işi cümləmizin mübtədəsidir. Amma feillə ifadə olunmayıbdır. Deməli, doğru cavab variantımız D variantı da ola bilməz. Elə deyir ki, deyəsən, Çərkəz Şamxalın fikrini başa düşmədi. Nə etdi? Şamxalın fikrini başa düşmədi. Xəbərdir. Feillə ifadə olunubdur. Kim başa düşmədi? Çərkəz. Çərkəz cümləmizin mübtədəsidir, amma feillə ifadə olunmayıbdır. Ona görə tapşırığımızın doğru cavab variantı elə A variantıdır. 9-cu suala baxaq uşaqlar. Burada deyir ki, Euler-Venn diaqramına əsasən hansı rəqəmlərin yeri dəyişilsə fikir düzgün olar. Mübtədə və xəbərə aid ortaq və fərqli cəhətləri soruşur bizdən. Cümlənin baş üzvüdür. Bu fikir hər ikisinə aiddir. Ona görə yalnız mübtədənin altında deyil, ortada yazılmalıydı bu fikir. 1 yanlış yerə yazılıbdır. Cümlənin ən müstəqil üzvüdür. Bu mübtədəyə aiddir. 2 doğru yerdə yazılıbdır. Feillə ifadə oluna bilər. Bu hər ikisinə aiddir. 3 ona görə ortada yazılıb doğrudur. Mübtədə də feillə ifadə oluna bilər. Məsələn, məsdərlə ifadə oluna bilər. Xəbərdəki elə feillə ifadə olunur adətən. Əsasən cümlənin əvvəlində işlənir. Bu mübtədəyə aid olan bir fikirdir. Cümlənin əvvəlində işlənmək. Ona görə 4-ü də biz mübtədənin altında yazmalıyıq. Yəni burada yazılması səhvdir. Sonra ifadə vasitəsinə görə 2 yerə ayrılır. Bu xəbərə aid olan bir fikirdir. Xəbər ifadə vasitəsinə görə 2 yerə bölünür. İsmi xəbər və feili xəbər. Və hansı rəqəmlərin yeri dəyişdirilsə deyirsə də 1 və 4 rəqəmlərinin
yeri dəyişilsə doğru olar. 1 və 4. Aha, bugünkü izahlarımız bu qədər, əziz şagirdlər. Əgər izahlarımız sizin üçün faydalı oldusa, videomuzu bəyənə bilərsiniz və rəylərdə öz fikrinizi bildirə bilərsiniz. Mən də çalışacağam ki, sizin rəylərinizi oxuyum və hansı mövzuların, hansı testlərin belə izahının olmağını istəyirsinizsə qeyd edə bilərsiniz. Növbəti izahlarımızda nəzərə alarıq. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.